bayaq asanlıq sizlərdə qanun qaynadı. Mənim də ağdamlarım var. Yəni, mənim üçün sən yaxşı bilirsən ki, Azərbaycan oğullarının hamısı mənim üçün, mənim qanımdır, ciyərimdir, nədir? Yəni, demək istəyirəm ki, bizim, mən heç kim inkar edəməz, hamı da deyir, mənim özüm yoldaşlar da bildi ki, nəfəsi mən o ağdamın torpağı ilə alıram, çünki oradan mən düzəlmişəm. Amma o demək deyil ki, mən oradan aşağılı özümlə özüm. Xeyr, bəxtiyar gözəl bir söhbət deyib ki, bütün insanların, bax, bədən var, üzr istəyirəm, mənim əşyamda, yox, mənim bədənimdə, yəni, üzr istəyirəm, bu laf belə açılır ki, bütün insanların bəndə pis yerdə var. Kəsat görüm, ata bilirsən, yox ki, yəni, mənim üçün hamısı mənimdir. Mən bayaq dedim ki, bayaqları, o, deyirsən, ki, faxalar çəkər. Hər halda mən elə gəlir ki, onu da biz yola gətirsək ki, qardaş, bu niyyətinə, bu fikirlə sən heç yerə gedə bilməzsən. Mən o fikri olur. Elə deyir. Mühazir eləməli. Bəli, tamamilə doğrudur. Bizim, hansı bizimizin aramızda pislikdə, əgər mən pisəmsə, məni siz özünüzdən uzaq edə bilməzsiniz. Mən də Azərbaycanıyam, mən də sizin qarnınızdanam, yəni bizim hamımız. Yəni, əgər doğrudan bizim işimizdə birimiz biziksə, çalışmalıyıq ki, onun haqqında onu düzgün tərbiyə eləmək, düzgün yola salmaq. Bizim də fikrimiz hamısı budur, qardaş. Hasan, sağ ol.